Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bu dərsimizdə Hüseyn Cavidin ana mənzum dramından danışacaq. Dram Dağıstan həyatından götürülür, yəni hadisələr Dağıstanda cərəyan edir. Bir pərdəlidir, yəni bir hissədən ibarətdir, bir pərdədən ibarətdir. Həmin pərdə özü də iki hissədən ibarətdir. Bu gördüyünüz hissədə görürsünüz ki, plan iki dəfə birdən başlayır. Yəni, bu hissəyə qədər birinci hissədir, buradan sonra isə ikinci hissədir. Demək, əsərdə iştirak edir Səlma adlı ana, onun oğlu Qanpolad, gələcək gəlini olacaq qız, yəni Qanpoladın nişanlısı İsmət, İsmətin qardaşı Səlim, gənc bir ləzgi, Səlimin dostu, Orxan İsmətə vurulmuş bir dəliqanlı, İzzət və Murad Orxanın dostları. Demək, əsərin başlanğıcında görürük ki, Səlma ana oğlundan 3 aydır məktub almır və narahat. Elə bu məqamda Qanpoladın nişanlısı İsmət Qanpoladdan məktub gəldiyini, məktubu qonşusu Qorxmaz oğlu Müslimin verdiyini Səlma anaya xəbər verir. Ana məktubu oxutmağa gedir. Belə məlum olur ki, nəsə İsmət, nə də ana məktubu oxuya bilmir. Və gedəndə də deyir ki, sən qarmon çal, mən gəlirəm. İsmət qarmon çalmağa məşğul olsun. Sizə kimdən deyim? Orxan və İzzətdən. Orxan zəncin biridir. O İsməti sevir. Əsərin bu hissəsində görür ki, İsmətə aşiqliyindən, onsuz yaşaya bilməyəcəyindən, onun özünün kiçiltməsindən danışır. Özünü kiçiltmək dedikdə İzzət deyir ki, sən niyə bu qədər özünü kiçik tutursan? Sən İsmət kimdir ki, onun qarşısında belə acizsin? Qarmonun səsini kəsən kimi Orxan İzzətə deyir ki, sən bir tərəfə çəkil, mən İsmətlə danışacağım. İsmət də daxil çölə çıxır və çıxan kimi Orxan qarşısında peyda olur. Və hal-əhval tutur, o da hal-əhval məqamında deyir ki, bəs Qanpolad gəlir. O da Qanpoladıdan vaz keçməyə çalışır. İstəyir ki, eşqindən vaz keçsin, özünün zənginliyinə, gücünə arxalanır, istəyir, fikirləşir ki, düşünür ki, İsməti vaz keçdirə bilər, amma bu mümkün olmur. Onu da hətta bir dəfə hədəliyib ki, hər ikizi öldürərəm. Bunun da İsmətə keçməyəcəyini gördükdə xəncərini çıxardır ki, əgər sən mənə yox deyirsənsə, məni özünü öldür. Bunların arasında bir xeyli belə mükalimə var, söhbət gedir. İsmət xəncəri də tulluyur bir kənara. Elə bu məqamda adam gəldiyini hiss edirlər. İsmət deyir ki, aralan, get buradan. Orxan İzzətdən çəkilir, bir yerdə gizlənir. Məlum olur ki, gələn Səlimdir. Səlim İsmətin qardaşı. Səlim bacısının biraz qərib olduğunu, belə pərtləşdiyini, nəsə narahat olduğunu hiss eləyir. Səbəbini soruşur, qolunun tutanda birdən xəncər İsmətin əlindən düşür. Və İsmət elə ki, adam gəldiyini düşünmüşdü, Orxan qaçıb gizlənmişdi. Səsi dinşiyəndən sonra geri qaydanda xəncəri yerdə görür və götürür. Və deyir ki, gör nə qədər həyəcanlanıb ki, xəncəri burada qoyub. Özü də indi İsmət, Səlim ondan soruşanda ki, sənin olubdur, çünki indicə Orxanla söhbət edib, əlində də xəncər var, bu da biraz həyəcanlıdır. Xəncər əlindən düşür, Səlim bundan daha da narahat olur. Belə düşünür ki, bacısı intihar eləmək istəyirmiş. Bu intihar söhbəti açılır. Çox israr edəndən sonra görür ki, İsmət görür ki, Səlimi heç cürə inandıra bilməyəcək, hər şeyi ona danışır. Bəli, məlum olur ki, İsmətlə Orxanın arası yaxşıdır. Daha doğrusu Səlimlə Orxanın arası yaxşıdır. Onu dost deyə adlandırır və bu dostluğa bir xəyanət kimi qəbul edir. Səlim bunu və öz-özünə Orxanı öldürəcəyini deyir. Bunu öz-özünə danışmasını Orxan da eşidir, Orxan da bu şeyə gülür. Və bu məqamda elə ki, Səlim gedir, bu dəfə ana gəlir, Səlma ana məktubu oxudub gəlmiş olur, məlum olur ki, o məktub bir ay qabaq yazılıb və məhz bu günə vəd verilib ki, ayına gəlib çatacaq. Və bu söhbəti də Orxan eşidir.
və Qanpoladı öldürəcəyini İzzətə söyləyir. Deyir ki, mən onları görüşməyə qoya bilmərəm. Belə düşünür ki, bir ildir İsmət Qanpolad yoxdur. Yəqin ki, İsmət biraz soğumuş olar və mən bir də bunları görüşməyə qoymasam, bir gün bu İsmətə sahib ola bilərəm. Bu düşüncələrdən onu mütləq öldürəcəyini deyir. Deyir ki, bu quracağam, lap bir ay belə, bir aydan sonra gəlsə belə gecənin gündüzü yatmaram, onu öldürəcəyəm. Və ikinci hissə başlayır. İkinci hissədə biz bir faktı görürük. Məhz bu məqamda ananın öz-özünə danışdığını görürük. Bilirik ki, oğlu Yusif kim həbsdə olub. Yəni Yusif sözünü də burada ona görə yəqin ki, xatırladır ki, yəni oğlu şərə böhtana düşüb, təqsiri olmadan bir il həbsdə olub. Elə bu məqamda bu söhbətdən sonra Səlim çox sevincək gəlib ananı muştuluqlayır ki, Qanpolad artıq kənddədir. Anası Səlimə bir gümüş kəmər hədiyyə edir. Hətta toyda da ona bir xələt verəcəyini boyun olur. Bundan da Səlim çox sevinir. Ananın böyüklüyünü öz-özünə söyləmiş olur ki, bu o qədər çox geniş ürəkli bir anadır. Amma hər şey buradan tərsinə çevrilir. Səlim gedən kimi Murad adlı bir şəxs, Çərkəz Murad boş təpəmsə, imdad diləyə-dilə yox, məni bir gizlədən deyə gəlir. Ana Muradı qərib birisinin qaçdığını, nəysə başında bir bəla olduğunu görür, onu evində gizlədir. Amma onun arxası ilə Səlim əlində xəncər gəlir. Orxanın dostu Çərkəz Muradı axtardığını anaya deyir. Ana vəziyyətin yaxşı olmadığını, bu Muradı öldürməyi istəyənin Səlimin olmasını gördükdə ciddi şəkildə narahat olur. Ay oğul, nə olub? Səlim hər şeyi danışır. Deyir ki, bəs bu Orxan bizim qızı, yəni sənin gələcək gəlini Qanpoladın nişanlısı İsməti istəyirdi və ona görə də püskü qruplar İzzətlə Çərkəz Muraddan onu öldürmək istəyiblər. Düzdür, Qanpolad cəld tərpənib Orxanı da İzzəti də öldürüb, amma Muradın açdığı atəş onda ölümcül yara bırakıb. Ana artıq anlayır ki, bu evində sığınacaq verdiyi, ona pənah gətirən Murad onun oğlunun qatili. Bunun arxasınca bir ləzginin yardımı ilə belə çıxır ki, bu Səlimin dostudur, yardım ilə Qanpolad gəlir. Qanpolad düşməninin qanlı taleyi olduğunu söylüyor. Ki, mənim taleyim öz düşmənimdir. Ana çox belə, bu çox dəhşətli bir səhnədir. Yazısı da kifayət qədər o səhnənin dəhşətini, ağrısını, acısını təsvir edib. Ləzgi ilə Səlim Qanpoladın qatilini, yəni Muradı tapıb öldürmək üçün gedirlər. Ana oğlu ilə baş-başa qalır. Bu məqamda İsmət də gəlir, çıxır. İsmət Qanpoladın son nəfəsinə gəlir. Ki, onu görəndən sonra yalnız kəlmə-i şəhadət gətirə bilir. İsmət Qanpoladın öldüyünü görüb intihar eləmək istəyir. Qanpoladın xəncərini götürüb intihar eləmək istəyir. Ana imkan verir. Ana həm də çox bəlkə acıyır şey olur. Qızım, ölmək mənə yaraşır. Mənə müstahaqdır deyir. Sən niyə özünü öldürürsən? Bu ağır faciəni Murad kənardan müşahidə edir. Murad çox pis hallar keçirir. Nə iş gördüyünü, kimə qıydığını, niyə bu işə qol qoyduğunu, böyük peşmanlığını yaşayır. Səlma ana elə bir üsyan edir ki, bu nə iş idi ki, mənim başıma gətirdi? Mən oğlumun qatilinə sığınacaq verdim. Oğlunun qatilinə sığınacaq vermiş ana bir elin, obanın neçə yüz illik, min illik adəti ilə içindəki intiqam hissi arasında qalır və ana içində belə bir qərar verir. Ona pənah gətirmişi öldürə bilməz. Bu qərarı verəndən sonra bu çox azı bir şeydir, dəhşətli bir şeydir. Yəni mən neçə bu yaşa gəldim, çatdım, bağışlamaq çox zordur. Çox çətin işdir bağışlamaq. Çağırır, qardaş deyə çağırır, qonaq qardaş deyir, gəl. Sən mənim oğlumu öldürmüş olsan da mənə pənah gətirmişsən, sənə qiyam var. İsmət bunu görəndə çox bağırır, Səlim deyib bağırır ki, Səlim gəl,
Can Poladın qatili burada. Ana İsməti susturur. Deyir ki, bir qəribə, bir pənah gətirmişə qıymaq olmaz. Murad o qədər xəcalət çəkir, o qədər o ağlayır Can Poladın nəşi üzərində, deyir Can Polad, qanın yerdə qal. Murad bu sözə dözmür, xəncəri götürüb özünü öldürmək istəyir. Ana onu da öldürməyə qoymur. Deyir ki, get. Deyir, ayına mən nə tərcih, unsuz da ələ yağı donub, keyif, duruyur, şokdadır Muraddan. Ana yolu göstərir, deyir, buradan get gedəcəksin. Sözsüz ki, ana sonradan bu oğlanın dalından acı ah naləsini dilinə gətirir. Əsərin bu hissəsini hər kəs oxuyub o emosiyaları yaşamalı. Ana Muradı getdiyini əmin olandan sonra o ahını, naləsini, fəryadını biz onu eşidəndən sonra oğlunun nəşini qucaqlayıb fəryad edir. Bu məqamda Səlimlə Ləzgi də gəlir çıxır. Ananın bu fəryadını, bu vəziyyətini görüb onu qalırlar. Əsərin ideyası odur ki, yəni böyük insan olmaq, ana olmaqdan da böyük bir hissdir. Səlimə ana, yəni bir övlad ölümü, ümumiyyətlə bir övladın qətldən ölümünün qarşısında bir ananın dayanması çox çətin bir şeydir. İntiqam hissi o anda, o vəziyyətdə intiqamdan vaz keçmək böyük bir insanlıq nümunəsi. Yəni bu sözsüz ki, romantik bir sonluqdur. Amma yəni böyük bir insanlıq nümunəsidir. Çox çətin bir şeydir. Sən deyəsən odur ki, bəzən analıq hissi, ana olmaq, insan olmaq hissi, ana insan olmaq hissi bax bu cür olur ki, oğlunun qatilini bağışlaya bilir. Elin obanın adətinə, ona pənah gətirmiş insana ölüm hökmü kəsə bilmir. Yəni, el adəti, insanlıq, necə deyim, yazılmamış qanunları bəzən hər şeydən üstün olur. Və bu ana da bu cür bir obrazdır ki, elin obanın yüz illər, min illər boyu formalaşmış adətini, ənənəsini tapdalaya bilmir. Oğlunun qatilini bağışlamağı üstün tutur. Belə deyim ki, burada Can Poladın da rolu olmuş olur. Can Polad heç kəsdən intiqam alınmamasını istəyir. O, özü öz intiqamını aldığını söylüyor. Və ana da Muradı bu cür dırnaq arasında bağışlayır. Bağışlayır deyəndə bağışlamaq istəmir, sadəcə verdiyi vədi tutur ki, pənah gətirən insan, təslim olan insan amandadır. Və bu amanın nəticəsində də Murad çıxıb gedir. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, əsərini öyrənməkdə sizə bir faydam toxundusa, mənim üçün də mutlu.